Əhl-i Beytin pak, münəvvər ruhlarına salavat zikr edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala seyyidina Muhammed ve alihi teyyibine tahirin. ولعن الدائم على أعدائهم أعداء الله من العان إلى قيام يوم الدين أما بعد وقال الحكيم في كتاب الكريم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Allah Müteal ömrümüzün bu məhərrəmin də bizlərə nəsib elədi və Həzrət İmam Hüseyn əzadarlığında, məclisində iştirak eləməyi, dünya və axirət Allah bizləri Həzrət İmam Hüseyndən inşallah ayrı salmasın. Və bu əzadarlıq məclisləri hər il olduğu kimi bu ildə əzadarlıq məclisində Allah Müteal bizim dua ibadətlərimizi, hacətlərimizi, müşküllərimizi, çətinliklərimizi, sıxıntılarımızı və ən gözəl arzularımızı inşallah ali dərəcədə qəbul eləsin. Və sözümə başlamamazdan əvvəl qeyd etmək istərdim ki, böyük müdrik alimlər özləri qeyd ediblər ki, tanınmış alimlərin içərisində dediyi sözlər bundan ibarət olub ki, bütün nə istəklər var, nə arzular var, nə hazətlər var, elə bu 10 gündədir ki, insan Allahdan istəyə, inşallah o mərhələlərə, o məqamlara yetişər. Allah Teala bütün arzularımızı gerçək eləsin və ən böyük arzumuz Zəmanə imamının zuhur dönəmin yaşamaqdır. Bundan böyük arzu, bundan böyük istək ola bilməz. Allah İmam Zaman ağanı zuhur dönəmini yaşatmağı bizə nəsib eləsin. Və Mah-ı Mühərrəm ayının bu hüzünlü günlərində, əzadarlıq məclislərində başda Zəmanə imamı olmaqla Allah bütün Əhl-i Beyt sevənlərə səbr əta nəsib eləsin. Hər il olduğu kimi mübarək günlərdə, hüzünlü günlərdə Peyğəmbər və onun Əhl-i Beyti xüsusən Əhl-i Beyt sevənlər üçün çox önəmlidir. Biz nə əldə etmişiksə, bugün dünya nə əldə edibsə, Peyğəmbər Əhl-i Beyti ilə yetişilib. Yəni Peyğəmbər Əhl-i Beyti olmasaydı, Həzrət İmam Hüseynin hərəkatı olmasaydı, bugün dinin kamilləşməsi, dinin gözəl bir şəkildə insanlığa yetişməsi heç cür mümkün deyildi. Çünki bütün dinlərin kamilləşməsi onların Peyğəmbərlərdən sonra, onların səhabələri, onların özlərindən sonra qoyduğu tanınmış insanların sayəsində olur. Bəzən o insanlar da o dini gözəl bir şəkildə insanlara çatdırmadıqları üçün dinlər aradan keçir gedir. Yəni onların zəifliyi nəticəsində, onların o dini dəyərləri gözəl şəkildə bilmədikləri nəticəsində o dinlər aradan keçib gedib. Amma İslamın əziz Peyğəmbəri Peyğəmbərlik, nübüvvət aləmində nə qədir şəxsiyyətlər yetişdirir. O yetişdirmə şəxsiyyətlər Peyğəmbərin ailəsi deyildi. Peyğəmbərin yanında olan səhabələr idi. Amma Peyğəmbərin ailəsi Peyğəmbər özü idi. Yəni Peyğəmbərin ailəsi Həzrəti xanım Zəhra salamullah, Əli ibn Əbi Talib, Həzrəti İmam Həsən, İmam Hüseyn xanım Zeynəb Peyğəmbərin biliklərini gözəl şəkildə qavramış
və Peyğəmbərin dinini gözəl bir şəkildə insanlara aşılayıb çatdırmışdılar. Bu Peyğəmbər dönəmində yaşanan hadisələr idi və Peyğəmbərin səhabələri də bunları gözəl şəkildə bilirdilər və Peyğəmbərin ətrafında birləşmişdilər və Peyğəmbərin əziz nəvələrinə, Peyğəmbərin ailəsinə hər zaman hörmətlə, təzimlə yad edirdilər və Peyğəmbərin əzizlərini əziz tuturdular. Və İslamın əziz Peyğəmbəri özündən sonra gözəl bir müdrik və gözəl bir hədis toplumu şəklində toplum dedi ki, insanlar bunu hər biri məzhəbindən asılı olmayaraq qəbul etdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm gözəl bir hədis buyurur ki, Həzrəti İmam Həsən və İmam Hüseyn cənnət cavanlarıdırlar. Onlar cənnət cavanlarıdırlar. Yəni, Peyğəmbər nə deyirsə, özündən bir kəlmə, nə artıq, nə əslik söz demir. Allah tərəfindən deyilən sözləri Peyğəmbər insanlığa, bəşəriyyətə çatdırır. Və Həzrəti İmam Həsən və İmam Hüseyn cənnət cavanları adlandırdığı üçün Allah mütəal bu insanlara qoşulanlar da cənnət əhlidirlər. Bu insanların yanında olanlar da cənnət əhlidirlər. Bu insanları tərk edənlər cənnətə yetişə bilməzlər. Bu insanları sevə bilməyənlər cənnət görməzlər. Peyğəmbər buyurur, onlar cənnət əhlidirlər. Hər kim onları sevsə, İnşallah cənnət ətrin o insanlar duyacaqlar. Və Peyğəmbərimizin şəhadətindən sonra, Peyğəmbərimizin qızı xanım Zəhranın şəhadətindən sonra, Peyğəmbərimizin əziz canişini, əmisi oğlu Əli ibn Əbi Talibin şəhadətindən sonra, İmam Həsən zəhrlə şəhadətə çatandan sonra hədəf İmam Hüseyni aradan qaldırmaq idi. Hələ insanlar ayılmadılar ki, Peyğəmbərin əhl-i beytinə bu qədər biganəlik və İmam Həsən kimi şəxsiyyəti aradan götürmək, onu zəhrlə öldürmək, şəhadətə yetişdirmək və sonda qardaşı İmam Hüseyni hədəfə alıb, onu öldürmək, ona şəhadətə çatdırmaq nə qədər böyük bir insanlıq qarşısında və Allahın axirət günündə hesabatı qarşısında böyük bir məsuliyyətə yetişməkdir. Ona görə bu günlər bütün bəşəriyyət, bütün insanlıq, xüsusən əhl-i beyt sevərlər, Həzrəti İmam Hüseyin əleyhissalamın əzadarlığı və o məclislərin iştirakçısı, o məclislərin tərkibini insanlığa göstərmək, o məktəbi insanlara aşılamaq, İmam Hüseyin əleyhissalama olan insanlığın sevgisi və Peyğəmbər əhl-i beytinə olan gözəl bir nümayişi göstərmək deməkdir. Yəni, Həzrəti İmam Hüseyni Allah Rəsulu buyurur ki, cənnət əhlidirlər və biz də o cənnət əhlinin yanında olmaqla özümüzü o şəxslərin yanında göstərməklə və onların Allah ali məqamlarına bizə nəsib eləsin inşallah. Ona görə, möhtərəm cəmaat, biz bugündən ta inki Peyğəmbərimizin əziz nəvəsinin Ərbəin və ondan sonra 10 gün səfərin məclislərində iştirak eləməyimiz, bu hüzünlərdə, əzadarlıqlarda iştirak eləməyimiz bizim dünya və axirət məsələmizi həll etməkdir. Biz bütünlüklə əməllərimiz bugün fani dünyada gördüyümüz işlərin axirət mükafatını gözləməkdəyik. Hər bir insan dünyada bəzən elədiyi əməlləri dərk etmir və onun nə qədər kiçik, nə qədər böyük olduğunu anlaya bilmir. İnsan var ki, bir insana bir içim su verir, amma onun nə qədər böyük bir savab olduğunu anlaya bilmir. Elə bilir ki, bu
Bu əməl savab əməldir. Bu əməl gözəl əməldir. Və bu cürlə də bu əməlin icra edir. Və bu əməlin nə qədər böyük olduğunu anlaya bilmir və bilir ki, bu əməl yaxşı əməldir. Amma Allah bu əməlin, əcrin, mükafatın gözəl bir şəkildə o insana mütləqən qaytaracaq. Yəni, Allah nəzərində heç bir savab iş əcirsiz, mükafatsız olmayacaq, möhtərəm möminlər. Ona görə biz bu günləri hər nə iş görürüksə, hər nə əməl ediriksə, Peyğəmbər və onun əhl-i beytinə borcluyuq. İçdiyimiz suda da, yediyimiz nemətlərdə də, qıldığımız namazlar, ibadətlər, hər bir gördüyümüz iş və bizim elə bu gözəl, əzəmətli məsciddə bir yerdə cəm olmağımız Peyğəmbər əhl-i beytinin əzadarlığıdır ki, bizi bura cəm eləyib. Bu günləri məclislər var ki, insan var, dünyasını dəyişir, heç ona bir gözəl məclis tərtib eləyə bilmir. Manələr getirirlər və məclislər hədəfə alınır. Amma Peyğəmbər əhl-i beytinin məclisi 1400 ilə yaxın olacaq artıq. 1380 neçə ildir ki, qeyd olunur və 1400-cü ilə gedəcək və ondan da sonra 100 illər, 1000 illər keçəcək. O məktəbi insanlara Allah mütəal tanıtdıracaq. Çünki onlar Allahın əzizləridirlər. Allahın sevdiyi şəxsiyyətlərdirlər. Onları biz nə qədər sevsək, Allah o sevgini bizim qəlbimizə alud eləyib. O sevgini Allah bizlərə yaşadır və bizə nümayiş elətdirir ki, Allah yolunda bu cür yaşamaq lazımdır, bu cür olmaq lazımdır və zalimə baş əyməmək, zülmün qarşısında öz sözünü demək və ədalət prinsiplərini ortaya getirmək, ədalətsizliyə baş əyməmək və bunlar hamısı Hz. İmam Hüseyn məktəbində xüsusi bir yerlər tapır. Ona görə biz hər bir ibadətimizdə, duamızda, münacatlarımızda Peyğəmbər əhl-i beytini xüsusilə Hz. İmam Hüseyn əleyhisselamı zikr eləməyimiz bütün əhl-i beyti, bütün Peyğəmbəri və Peyğəmbərin bizə buyurduqlarını yad etməkdir. Bəzən insanlar var, deyirlər ki, siz İmam Hüseynə göz yaşı tökürsünüz, ağlayırsınız, onun üçün 40 gün yas saxlayırsınız. Niyə üçün o biri imamlara bu qədər əza saxlamırsınız? Nəyə görə İmam Həsən şəhadətində, İmam Zeynəl-Abidin əleyhisselam və digər məsumlarımızın şəhadətin belə əzab, əziyyətlə o məclisləri, tərkibini qurub, o məclisləri iştirak eləmirsiniz? Onların bir cavabı var. O bundan ibarətdir ki, Hz. İmam Hüseyn əleyhisselam dünya qurulandan, Hz. Adəmdən ta ki İmam Hüseynə qədər hələ belə bir müsibət yaşanmamışdır və belə bir müsibət olmamışdır. Tarixdə olub, Peyğəmbər öldürülüb, Peyğəmbər doğranılıb, Peyğəmbər qeybə çəkilib, Peyğəmbər insanların əlindən qaçıb balığın qarnına girib, Peyğəmbərlərin zülümləri çox olub ki, o zülümlər ki, Peyğəmbərlərə olunub, Peyğəmbər o zülümlərdən qurtuluş yeri axtarıb, şəhəri tərk eləyib Peyğəmbər. Amma zalimə qarşı öz sözünü demək, zalimə qarşı öz hərəkatına yetişmək və kiçik bir karivanla zalimin qarşısında dayanmaq və ona öz sözünü deyib şəhadət şərbətindən keçmək belə bir qiyam, belə bir hərəkat olmayıb. Yalnız bu Peyğəmbərin əziz nəvəsi, əziz balası Həzrət İmam Hüseyndə olub. Və o müsibət elə bir müsibətdir ki, dünya qurulandan bu günə qədər hələ belə bir müsibət olmayıb. Ki, insan özü, ailəsi, əzizləri, hər biri Allah yolunda canlarından keçələr. Yəni, belə bir müsibət Həzrət İmam Hüseynin müsibətidir ki, bütün dünya, bütün aləm, bütün aləmdə yaradılış nə varsa, o müsibətə göz yaşı töküb ağlayırlar. Ona görə biz İmam Hüseynin əzasını saxlamaqla bütün əhl-i beytə göz yaşı töküb ağlayırıq ki, bunlar hamısı zalimlərin,
zülmünə məruz qalan şəxsiyyətlər olub. Siz diqqət eləyin bir dənə, İmam Hüseynin Kərbəlasından sonra Həzrət Əli əleyhissalam zərbətlənir, İmam Həsən zəhərlənir. İmam Hüseynin Kərbəla hadisəsindən sonra bütün imamlar zamanə imamına qədər, bütün imamlar hamısı Əbbasi xəlifələri tərəfindən zəhərlə öldürülür. Onlar yalnız hilə yolu ilə, zəhərlə və insanların gözünün qabağında olmamaq şərti ilə onları zəhərlə şəhadətə çatdırıblar. Bu, zalimlərin hiləsidir və sonda da öz hilələri ifşa olunub, Allah onların gördüyü əməlləri ortaya çıxadıb və insanlar o zalimləri sonradan biləndən sonra artıq gec olub və o zalimlərin zülmü nəticəsində 8 imam da kiçik cavan yaşlarında əksəriyyəti şəhadət şərbətindən keçiblər. Və bu müsibətin içərisində isə Kərbəla məktəbi ən ağır və ən çetin və ən geniş bir müsibətdir ki, tarixdə belə bir müsibəti böyük alimlər, Avropa alimləri, bugünkü alimlər və bütün dünya bu müsibətə öz sözləri ilə tənqidi cəhətdən tənqid ediblər ki, yəni kiçik bir insanlığa qarşı, kiçik bir orduya qarşı böyük bir ordu və eynən zamanda onların ailəsinə, onların əzizlərinə, onların qız uşaqlarına, körpələrinə belə bir zülm, vandalizmin, vəhşiliyin ən son dərəcəsidir ki, və bütün dünya bu gündə və bundan sonra da o zalimliyə sözlərini deyəcəklər. Amma mütəal Allah Qur'an-ı Kərimdə bizə insanlığın, bəşəriyyətin Allah tərəfindən dünyaya gəlişimiz və gedişimiz haqqında ayətləri yad elətdirir və bizə xatırladır ki, siz onun tərəfindən dünyaya gəlmişsiniz və nəticələri deyir. Quranın Allah mütəal Səcdə surəsində Allah bu cür xatırladır. Bismillahirrahmanirrahim. Qul yətəvəffəkum fələkül mavt əlləzi vukilə bukum summa ilə rabbukum turcaun. Allah mütəal buyurur ki, de, sizə müvəkkil olan Allah ölüm mələyin canınıza yetişdirəcək və sonra sizi o ölüm mələyi qəbiz ruh edəcək və Allaha tərəf döndərəcək və siz hər biriniz ona tərəf qayıdacaqsınız. Allah mütəal bizi dünyaya getirəndən və axirətə qədər bizi nəzarətdə saxlayır. Dünya nə peyğəmbərsizdir, nə də imamsızdır. Dünyanın imamı da var, peyğəmbəri də var. Hərdən belə bir söz deyirləri, özbaşınasılıq baş alıb gedir. Heç nəyin sahibi yoxdur, baxan yoxdur. Bu cürlə bəzi adamlar var ki, narazı halda belə söz deyirlər. Amma buna diqqət edin, əziz möminlər. Dünyanın sahibi var, dünyanın peyğəmbəri də var, dünyanın imamı da var, yəni zəmanə imamımız var, peyğəmbərimiz var. Bütün görülən işlər hamısı nəzarətdədir və bizim ən əsası sağ, sol çiynimizdə mələklər var, əməllərimizi yazan var. Heç də düşünməyək ki, dünya özbaşınasılıqla baş alıb gedir. Belə söz, yəni cahil insanlara desələr, onlar üçün keçərlidir. Çünki cahildir bu insanlar. İbadət əhli bu sözü deməsi çox səhv düşüncə bir söz olar. Yəni onun ibadəti ilə belə bir sözü demək, bu çox səhv bir söz olar. Ona görə Allah mütəal buyurur ki, siz dünyaya gələndən ta ömrünüzün son nöqtəsinə qədər Allahın can alan mələki, Cənab-ı Əzrail və o mələklər ki, can almağa müəssir olurlar, o mələklər hər bir əmələ nəzarət edirlər. Hər bir insanın da istəyi, arzusu Allah yanında ən böyük məqama zirvələnməkdir. O məqam nədir? O məqam şəhadətdir, şəhidlik zirvəsidir. Çünki bu məqam haqqında Quran sözlər, ayətlər ki, Peyğəmbərimizə nazil edib və o ayələr demək olar ki, bir mənalı olaraq Allah
cənnəti insanlara yad elətdirir və cənnətə getməyini xəbər verir. O ayətlər bundan ibarətdir ki, Allah yolunda canlı fəda eləyən insanlar Allah yanında ruzi yeyirlər və onlar cənnət əhlidirlər. Cənnətin bir mərhələsi, bir məqamında onlardırlar. Bütün bəşəriyyət bunun üzərisində dayanır ki, mən o məqama gedim, yetişim. O məqama yetişmək də elə bir mərhələdir ki, insanın yenə də əməllərinə baxılır ki, insan o məqama yetişər. Heç bu mövzuda illərdir biz əzadarlıqlarda iştirak edirik. Düşünmüsünüz ki, Peyğəmbərin əziz nəvəsi Həzrət İmam Hüseyin əleyhissalamın ətrafında 72 nəfər. Amma Peyğəmbərin qisasını alan, Həzrət İmam Hüseynin qisasını alan Muxtar Səqəfi, Rəhman, Süleyman Xuzafi kimi insanların ətrafında 3000, 5000, 7000-ə yaxın insan toplana bilirdi. Belə bir sual yaranır. Niyə görə İmam Hüseynin yanında bu 3000, 5000 adam yığıla bilmədi? Niyə görə Peyğəmbər balası 72 nəfərlə qaldı? Amma qisasa gəldikdə isə bu qədər insanlar ortaya çıxdılar. Və bunlar İmam Hüseynin qisasını alırdılar. Bunlar İmam Hüseyin əleyhissalamla çiyin-çiyinə döyüşmürdülər. İmam Hüseyin sevgisi var idi bu adamların qəlbində ki, onun qisasını almaq üçün. Və bu mövzuda düşünmüsünüzsə, bu mövzuların cavabları var. Və bu mövzuların cavabları bir hədəfə bağlanır. İmam Hüseyin əleyhissalamı, İmam Hüseynin yanında olan insanların məqamı ilə, ondan sonra onun qisasını alan insanların məqamında fərqlər böyüdür. Çünki İmam Kərbəla hadisəsinə qədər, Kərbəla meydanının özündə də insanları ayıltmaq üçün böyük bir qiyama qatlaşır. Böyük bir sözlər deyir və o xatırladır ki, mən Peyğəmbərin əziz balasıyam, mən Həzrət İmam Hüseynəm, mən Həzrət İmam Hüseyn Həzrət Əli əleyhissalamın oğluyam, xanım Zəhra salamullah aleyhanın oğluyam, qardaşım İmam Həsəndir və bunları deməklə o insanlara xatırladır ki, siz indi öldürəcəyiniz adam ki var, sonra deməyin ki, mən bilmirdim ki, Peyğəmbərin balasını öldürdüm. Yəni, İmam Hüseyin əleyhissalamın məktəbi elə bir məktəbdir ki, o məktəbdə şəhadətə çatan insanlarla, ondan sonra şəhadətə çatan insanların məqamlarında fərqlilik budur ki, onlar Allahın yanında ruzi yeyənlərdir. Onlar Peyğəmbər balasının yanında olaraq cənnət cavanı ilə bir yerdə cənnətə qovuşdular. Çünki İmam Hüseyin onlara nə deyir? Deyir, siz göydə səmaya baxın. Mən sizin səmada, göydə sabah hansı cənnətdə olacağınızı xəbər verin. Çünki Peyğəmbər Xuda mənə bunların hamısını demişdi. Ona görə Quran-ı Kərimdə Allah mütəal buyurur ki, onlar ki, Allah tərəfindən canları alındı, onların ki, can alan mələklər onlara yetişdilər və onlar mütləq Allaha tərəf qayıdacaqlar. Amma qayıtmaq necə olacaq? Bax, bu hər bir insan üçün Allahı və öz arasında bir sirr olaraq qalır. Allah tərəfinə ne cür qayıdacaq? Və hər bir insan da buyurur, Quranın başqa bir ayətində Allah mütəal buyurur ki, Ər-Rəhman surəsində Kullu mən aleyhə fan və yəbqə vəchə rabbikə zülcəlali vəl-ikram. Allah mütəal buyurur ki, yer üzərində nə varsa hər bir şey fanidir. Bunu məgər biz demirik? Hər vaxt biz deyirik ki, dünyada nə varsa fanidir. Və hər bir şey fanidir və Allaha tərəf biz qayıdacağıq və nə varsa dünyada hər bir işin sahibi Allah mütəaldır. Nə görürüksə, mülk, maşın, ev, uşaq, nə varsa bunların hamısının sahibi sözdə bizik. Amma əsas mütəal Allahdır bunların sahibi.
Və biz özümüz də Allaha tərəf qayıdacağıq, özümüzün də öz sahibimiz mütəal Allahdır. Ona görə Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İmam Həsən və İmam Hüseyn cənnət cavanlarıdır və onları sevin. Və o sevgini qəlbinizdə, dilinizdə şüar eləyin və onunla yaşayın və onları sevsəniz, inşallah cənnət əhli olarsınız. Peyğəmbər bundan artıq daha nə deməlidir? Bundan gözəl, müdrik söz ola bilər həyatda. Peyğəmbər cənnətə girməyin də yolunu deyir. Allah mütəal hədis-i qüdsüdə Peyğəmbərimizə buyurur ki, ya Peyğəmbər, yaratdığım insanları mən cənnət üçün yaratmışam. Sözlərə bir dənə diqqət edin. Yaratdığım insanları cənnət üçün yaratmışam. Mən onları o qədər sevirəm ki, insanları o qədər sevirəm ki, mən onları cənnətin də kiçik olduğunu onlar üçün hiss edirəm. Və onlar ən ali məqamlardadırlar. Cənnətdən də böyük məqamlardadırlar. Quran-ı Kərimdə Allah mütəal cənnətlərin adını çəkir. Mən bir cümlədə bunu qeyd eləmişəm. Bunun üstündə istəmirəm çox deyənəm. Orada Ədil, Nəim, Firdos, yəni Allah mütəal bu cənnətlərin adını çəkir. İndi belə bir sual yaranır. Cənnət bir dənə mərhələdirsə, hamısı oraya gedəcək də. Cənnətin bir dənə mərhələsi var. Ya cənnət əhli ol, ya cəhənnəm əhli ol. Amma yox, cənnətin məqamları var. O cənnətin məqamlarının içərisində o məqam ki, sən cənnət cavanlarının yanında olasan. Peyğəmbərin əziz balasının, Peyğəmbərin yanında olasan, onun balasının yanında olasan və o ən bir ali bir məqamdır. O məqamda ki, dünya, necə ki Allah mütəal buyurur, kullu mən aleyhə fan, yəni fanilik yoxdur da orada. 70 il qalacağım, 60 il qalacağım, belə bir müddət yoxdur. O dünya üçündür. Biz dünyaya gəlmişik, bir müddət yaşayıb, ömrümüzü, öz işimizi, öz missiyamızı tamamlayıb, bir gün qovuşub çıxıb gələcək Allah tərəfinə. Allah bütün böyüklərimizi rəhmət eləsin. 30 il, 25 il bundan qabaq məscidimizdə bizimlə çiyin-çiyinə namaz qılan kişilər, bizimlə bir yerdə əzadarlıq eləyən kişilər, hanı indi yoxdur aramızda. Hamısı Allah dərgahına qovuşdular. Allah onların ruhlarını şad eləsin. Biz də bir gün yox olacaq. Bizim burada oturan o körpələrimizi Allah ömür nəsib eləsin. Onlar bizim haqqımıza deyəcəklər ki, bu insanlar əzadarlıq eləyirdi bizdən böyük adamlar. Və biz bu məclisləri onlardan öyrənmişik. Biz necə uşaqlıqda öyrəndik, onlar da bizi xatırlayacaqlar. Ona görə dünya fanidir. Amma axirət isə əbədidir. Əbədiliyi də elə ondan irəli gəlir ki, Allah deyir öz Peyğəmbərinə ki, bir gün hamınız Allahın huzuruna qayıdacaqsınız, əbədiyyətə qovuşacaqsınız. Və əbədiyyətə qovuşduğunuz mərhələdə onda biləcəksiniz ki, Peyğəmbər balasının yanında olmaq lazım idi. Onda biləcəksiniz ki, hansı əməllərə daha üstünlük vermək lazım idi ki, biz onlara üstünlük vermədik. Ona görə bu məclislər bizim həyatımızın, bizim ömrümüzün, keçdiyimiz saatlarımızın, dəqiqələrimizin ən gözəl mərhələləridir ki, Allah bizə bunu nəsib edib. Allah bu məqamları bizə nəsib edib. Peyğəmbərimizin əziz balası Həzrəti İmam Hüseyn əleyhissalamın bugünkü gündən ta ki Aşura gününə qədər çox çətin bir günləri başlayır. Bu gündən baxıram mən bəzi sosial şəbəkələrdə yazırlar ki, İmam Hüseyn Aşura günü şəhadətə çatıb. Aşura günü Allah lənət eləsin Yezid, Ömər Səd, İbn Ziyad bu qatillər tərəfindən o şəhadət şərbətindən keçib. Bu 10 gün əza saxlanılır. Bu 10 günün mənası nədir? Bəziləri bunu tənqid edirlər, bəziləri buna biganə yanaşırlar. Bir dəstə insan İmam Hüseyni sevərək özünü göstərməklə insanlara biz
İmam Hüseyni sevirik, amma bu cürünə yox. İmam Hüseynin Aşura günündən sonra ona öz sevgimizi göstərmişik. Onun şəhadətindən sonra. Və onun o qabaq ki 9 gün ki var, yəni o 9 gün onlar üçün çox önəmli olmadığını biruzə elətdirirlər. Bir dəstə insanlar İmam Hüseyni tanıyırlar. Bilirsiniz necə tanıyırlar? Yalnız şəfaət üçün. O bizə şəfaət eləsin. Elə çetini düşəndə, dərdi düşəndə, ağrılı bir işi düşəndə, necə ki o bəzi adamlar var, bir dənə çetini düşəndə Allah yadına düşən kimi İmam Hüseyni də zikr edirlər. Bir dəstə insanlar var ki, onlar gecə-gündüz dillərində Həzrət İmam Hüseyindir. Onlar Məhərrəm ayı, onlar Zilqədə ayı, Zilhəccə, Şəvval ayı yox, hər ayda onlar yad edirlər. Hər saatında yad edirlər. Hər yedikləri yeməkdə, içdikləri suda Salamullah Hüseyni şəhid sözünü deyirlər. Əsl aşiqlər və onlardır. Onlar üçün Məhərrəm səfər yoxdur. Onlar üçün hər gün İmam Hüseynin şəhadəti var. Onun üçün, onlar üçün hər gün Aşura, hər yer Kərbəladır. Bu 9 gün məsələsinə gəldikdə isə insanlığın, bəşəriyyətin ən çetin dəqiqələri, ən çetin saatları, ən çetin günləri Peyğəmbər ailəsi üçün elə bu günləri idi. Allahın beytini bugün gedib ziyarət edirik. Allah zəvvallarımızın ziyarətini bu il qəbul eləsin. Allah siz əzizlərə nəsib eləsin. Peyğəmbərin əziz balası Həzrəti İmam Hüseyn əleyhissalam Kərbəla hadisəsinə gəlməmişdən öncə bu hadisələr Zilhəccə ayında baş verir. Və Zilhəccə ayında Peyğəmbərin əziz balası Həzrət İmam Hüseyn ziyarətin yarımçılıq qoyub və Məkkədən uzaqlaşır. Təsəvvür edin ki, Məkkədə insan axını, Peyğəmbər balası ziyarəti yarımçılıq qoyur. Məgər bunu Məkkəni, Kəbəni ziyarət eləyən zəvvallar görmürdülər ki, Peyğəmbərin balası Məkkəni, Hac ziyarətini yarımçılıq ziyarət edir, gedir, tərk edir ziyarəti. Bunlar hamısı gözəl görürdülər. Və bilirsiniz ki, dünya müsəlmanları ildə bir dəfə vacib həccə hər bir insan gedir və həcc ziyarətində insanlıq, bəşəriyyət bir yerə toplum şəkildə yığılırlar və orada ibadət edirlər. Vacib həcclərini yerinə getirirlər. Bunlar hamısını bilirdilər, amma Peyğəmbərin əziz balası Həzrət İmam Hüseyn hac ziyarətini yarımçılıq tərk edir və hədəfi isə Kərbəla olur. Kərbəla sözünə yetişir. Tarixdə var ki, İmam Hüseyn əleyhissalamın o Kufəlilərin yazdıqları məktub və digər insanların, yəni Kufədən başqa şəhərlərin İmam Hüseynə olan ehtiramı, hörməti məktublarla gəlir yetişir İmam Hüseynə. Biz səninləyik, biz Peyğəmbəri dilindən eşitdiyimiz sözlər, sənin haqqında dediyi sözlər gözəl bilirik və biz sənin yanındayıq, səni dəstəkləyirik və sənin məqamın, sənin imamlığın bizim üçün önəm kəsb edir və biz sənin dediklərinin, sənin sözlərinin ardınca gedən şəxsiyyətlər olacağıq. Və sən harada olacaqsan, biz orada olacağıq və öz sözləri ilə məktublar saysız-hesabsız İmam Hüseynə göndərirlər. Elə bir Kufənin özündə sənədlərdə var ki, 150 mindən çox məktub gedir İmam Hüseynə. Və mən bu gecə ilk Kərbəla şəhidlərindən Həzrəti Əli əleyhissalamın evladı, Həzrəti Əli əleyhissalamın qardaşının evladı Əqilin oğlu Müslümdən istərdim danışır. Müslüm ibn Əqilin oğlu ilk şəhidlərdən oldu. Və elə bir şəhadətə yetişdi ki, İmam Hüseyn əleyhissalam onu o şəhərə, yəni Kufə şəhərinə, insanların ona olan sevgisini, ona olan mehribansılığını, ona olan
bağlılıqlarını göstərmişdilər. Və İmam Hüseyn də Müslüm ibn Əqli ora göndərir. Və Müslümə bir söz deyir. Deyilən ki, yaxın vaxtda mən Kufə şəhərinə qayıdacağam. Və İmam Hüseyn Müslümü ora göndərməklə nümayiş elətdirir ki, mən ən çox sevdiyim bir insanı, yəni öz əmim oğlunu, öz yaxınımı bu şəhərə göndərirəm. Və onunla İmam Hüseyn əleyhissalam bir neçə insana da göstəriş verir ki, Müslüm ibn Əqillə bir yerdə Kufədə olasınız və onun yanında yer tapasınız. Müslüm ibn Əqilin Kufəyə gəlməyi, onun qarşılanması, onun hörmətlə, izzətlə qarşılanması Müslümü daha da sevindirir və İmam Hüseynin tərəfdarlarının olduğunu tezliklə Müslüm məktub şəklində yazır, imama göndərir ki, bəli, Kufə cəmaatı həqiqətən sənə öz sevgiləri nümayiş elətdirirlər və sənin yanındadırlar və səni sevirlər və nə qədər tez gəlsən Kufəyə yetişkinəm və Kufə cəmaatı səni istəyirlər. Allah lənət eləsin. İbn Ziyadın Kufəyə gəlməsi, yəni İbn Ziyad Bəsrənin valisi idi. Bəsrədən tezliklə Kufəyə yetişməsi və Kufəyə daxil olanda ilk hədəfi Müslüm ibn Əqli tezliklə tapıb öldürmə hədəfinə birinci nail olmasını istəyir. Çünki bilir ki, İmam Hüseynin bu şəhərdə, Kufə şəhərində yalnız yeganə bir nümayəndəsi varsa, o da Müslüm ibn Əqildir. Onu öldürməklə imamə bir mesaj verəcək, xəbərdarlıq edəcək ki, Kufə cəmaatı səninlə deyil. Və İbn Ziyad tarixdə var ki, Bəsrədə çox qanlar tökmüşdü, çox insanlar öldürmüşdü. Yəni, Kufənin valisi Namman idi, o da gözəl insan idi. Tarixdə var ki, Namman hər zaman Peyğəmbər Əhl-i Beytini sevib və Peyğəmbər Əhl-i Beytinə biganə qalan insan olmayıb. Amma Nammanı Yezid lənətullah uzaqlaşdırmaqla İbn Ziyadı ora göndərməklə insanların bir hədəfə yetişdirmək, onları qorxuzmaq, onlara əziyyət vermək, onları tezliklə Yezidin yanında yer tutmağa nümayiş elətdirir, göstərir və İbn Ziyad da birinci hədəfi elə insanları ələ almaq üçün müəyyən dünya malından, qadınlarını qızıl gümüşlə, kişilərini də nəfslərinin tabiçiliyi ilə ələ kesilir. Və Kufə bütünlüklə İbn Ziyadın nəzarəti altında olur və hədəfi isə Müslüm ibn Əqili aradan götürmək olur. Və onun axtarışını elan edir ki, Müslüm ibn Əqili getirin və onu edam elətdirir. Tarixdə var ki, Müslüm ibn Əqil tarixin hadisələrini mən bilirəm, bilənlər var. Burada mən üstündə çox onun dayanmayacağım. Ağırlı-azılı tarix bilirsiniz nədir? Müslüm ibn Əqil Kufə küçələrində yalnız qalır, tənha qalır. Və gəlir bir dənə yeri yetişir ki, bir qapıya yetişir ki, görür qaranlıq bir küçələr, qaranlıq bir şəhər, bir qapını döyür, bir qadın çıxır. Ondan bir içim su istəyir. Qadın gəlir, yetişir, Müslümə suyu verir, tanamır onu. Görür ki, dodaqları parça tikədir. Dodaqlarından qan gəlir və su içəndə dodağının qanı suya düşdükdə içə bilmir suyu. Baxır belə qadın, deyir, sən ey ərəb, kimsən belə, bu hala düşmüsən? Sən evin, eşiyin bu şəhərdə yoxdur beyə. Deyir, yox, mən bu şəhərə qonaq gəldim və mən bu şəhərə dəvət aldım və mən bu şəhərdə ehtiram gördüm. Sonra isə mən bu şəhərdə böyük hörmətsizliklər gördüm. Və bu şəhər hələ də anlaya bilmir ki, nələri itirəcəklər, nələri əldən verəcəklər. Biz bunları nə qədər zalimin əlindən, şeytanın əlindən qurtardıqsa, insanlar özləri gedib şeytana tələyə düşdülər və öz tələlərini özləri qurdular. Deyir, qadın belə baxdı, dedi, sən Müslüm ibn Əqilsən, mən də sənə dəstək vermişəm və sənin
ardında namaz qılmışam Kufədə. Sən Kufənin şəhərlərini, bütün insanları özünə cəlb edən bir şəxsən. Sən İmam Hüseynin əzizisən və gəl bizə qonaq ol günə. Tarixdə var ki, o qadın özü də qızılla, gümüşlə allananlardan biri idi. Və Müslümün arxasından adamı uzaqlaşdıranlardan biri də elə bu qadın özü idi. Və buradan Müslüm İbn Əqilə xəbər yetişdirir ki, sən elə yaxşı insansan, gözəl insansan, mən səni istəyənlərdənəm. Bir yandan da Kufə sarayına xəbər göndərir ki, Müslüm İbn Əqilə axtarırsınızsa, o bizim evdədir. Allah lənət eləsin. İbn Ziyad bir neçə insan göndərir, sərkərdələrindən gedin onu getirin. İmam Hüseyn əleyhissalamın ən çətin, ağrılı, acılı hadisələri bu 9 gün ki var, burada nə qədər adamlar itirilib, nə qədər böyük şəxsiyyətlər itirilib. Və o şəxsiyyətlər sözlə, əməllə, belə desək, belə yetişdirməklə hazırlanan insanlar deyil. Onlar hamısı Allah tərəfindən fitri istedada, Allah tərəfindən seçilmiş bir şəxsiyyətlər idi. Müslüm İbn Əqil saraya gəldikdə İbn Ziyad bir dənə söz deyir. Deyir, Müslüm, nə oldu o adamlar ki, sənə dəstəkləyirdilər, sənə sevgi nümayiş etdirmişdilər? Hani o adamlar, hani arxanda o insanlar? Müslüm deyir, baxdı belə bir söz dedi. Deyir, İbn Ziyad, sən özün də bilirsən ki, bu insanlar sənə də sevmirlər. Və bir qorxu nümayiş etdirmirsən, insanlar sənə tərəfindədirlər. Əgər birdən sıxıntıya düşsün, bu adamlar sənə də tənha qoyub gedəcəklər. Dedi, mən heç vaxt tənha qalmamışam. Sən bilirsən, mən nə qədər şəhərlərə valilik eləmişəm, böyülük eləmişəm və mən heç zaman işimdə büdürəməmişəm. Mən işimi bilən insanam. Və mən bilirəm ki, hansı insanlar mənə nə ziyanlar vura bilər və özümə söz vermişəm ki, dünyada nedənsə qorxuramsa, onu tezliklə dəf edeyim. Onu məhv edeyim ki, və mən o qorxunu aradan aparmaqla özümü qalibiyyətə yetişmiş kimi hesab edeyim. Və sənin bu şəhərə gəlməyin məni çox qorxutdu. Amma indi çox rahatam. Müslüm İbn Əqil dedi, mən bilirəm, sən məni öldürəcəksən. Amma bir söz ki var, istəyirəm deyəm və mən bir sadiq insana istəyirəm o sözü deyəm və o söz yetişsin. Dedi, burada sadiq adam Şüreyh qazıdır. Ona deyirəm, o sənə sözü yetişdirər. Şüreyh qazı yerindən qalxdı, gəldi, Müslüm ona sözünü dedi. Öz vəsiyyətin, öz sözünü dedi. Və Müslümün yanından uzaqlaşıb, gəldi İbn Ziyada dedi. Dedi ki, bilirsən, Müslüm İbn Əqil mənə nə dedi? Ey İbn Ziyad. Dedi, nə dedi? Deyir, mənə dedi ki, İmam Hüseynə məktub yaz, xəbər göndərginən ki, Kufə cəmaatı bütünlüklə hamısının siması dönüb və sənə tərəf insanlar artıq qalmadı Kufədə. Kufə bütünlüklə İbn Ziyadan əmrindədir və ona xidmət edirlər. Və son söz də bundan ibarətdir ki, İmam Hüseynə deyilən ki, Kufəyə gəlməsin. İndi görün, zalim İbn Ziyad nə deyir? Deyir, ey Şüreyh qazı, bunu sənə dedi də, sirr olaraq dedi, dedi, bəli. Deyir, sən mən işləyirsən bunu. Bunu sənə sirr olaraq dedi də, bunu yetişdirməlisən. Niyə görə mənə dedim bunu? İndi görün, insanlar nə qədər qorxu içindeydilər. Hələ bunun Şüreyh qazısı bugün deyildi. Dedi, bunu sənə dedi, sən də mənə dedi. Və baxdı Müslümə, güldü, Müslümün daha heç bir sözü olmadı. Baxdı belə, dedi, mənim bir dənə sözüm var. Kaş sonda Həzrət Hüseyni görəydim. Tarixdə 2 dənə mənbəyə yazırlar. Bir, tarixi mənbədə yazırlar ki, Müslümü qılıncla öldürüldü. Bir tarixi mənbədə yazırlar, Kufə sarayının damından Müslümü buraxdılar yerə və oradan edam elədilər. Və üzünü çevirdi, deyir Müslüm İbn Əqil, Həzrət İmam Hüseynin
məqamına Kərbəlaya dedi, ya Hüseyn, salam olsun sənə. Və bugünkü günlər Peyğəmbərimizin ağırlı, acılı, çetin bir balasının günləri idi. Və artıq Müslim İbn Əqil Zilhəccə ayında şəhadət şərbətindən keçmişdi. Və Kərbəlaya yetişəndə Həzrət İmam Hüseyn ağa, o artıq bilirdi ki, Müslim yoxdur artıq. O şəhadət şərbətindən keçdi. Artıq bütün insanların şəhadətə yetişməklərini Həzrət İmam Hüseyn əleyhissalam xəbər verir ki, biz hamımız şəhadət şərbətindən keçəcəyik və zalimlər isə hədəfləri dini və dini dəyərləri aradan aparmaqdır. Bugünkü günlər Peyğəmbərimizin əziz qızı, xanım Zəhra salamullah əleyhanın ağırlı acılı günləridir. Həzrət Əli əleyhissalamın, Peyğəmbər əhl-i beytinin, Peyğəmbər ailəsinin ağırlı günləridir. Allah bizləri Peyğəmbər əhl-i beytindən ayrı salmasın inşallah. Allah bizim bütün dua ibadətlərimizi ali dərəcədə qəbul eləsin. Və bu əzadarlıq məclislərində Həzrət İmam Hüseyn məktəbindən bir anda bizə olsun, əli boş yola salmasın inşallah. Və burada əyləşən siz əzizlərin, hər birinizin müəyyən çətinlik, müəyyən sıxıntılarınız, müəyyən işlərinizdə müşküllər var. Allah bütün çətinliklərimizi aradan qaldırsın. Allah bu əzadarlığı zəmanə imamın dəftərində səfti zəft eləsin. Xudavənd aləm qəlblərimizi Qur'an, Əhl-i Beyt nuru ilə nuraniyyət yetişdirsin. Bizləri bir an öz nəfsimizlə imtihana çəkməsin. Allah mütəal ən böyük neymət olan əqlimizdir, əqlimizlə bizi imtihan eləməsin inşallah. Zəmanə imamının zuhurun təzil eləsin. Bu dualarımızın ali dərəcədə qəbuluna, Peyğəmbər Əhl-i Beytinə, Kərbəla şəhidlərinin, Həzrət İmam Hüseyn ağa ilə məhşur olmağına 3 dənə müqərrər səlavatla yad edək.